Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səviyyəsinin bir nömrəli izləyiciləri. Bugün mart ayının 14-ü saatlarımız 12:05-i göstərir. Sizlərə bəzi önəmli məsələləri ilkin xəbərdarlıq kimi çatdırmaq istəyirəm nəzərinizə. İlkin olaraq Respublika ərazisində hava şəraiti temperaturunun xeyli yüksəlməsi ehtimalı var. Bəzi ərazilərdə temperaturun 30 dərəcə kimi yüksəlməsi gözlənilir ayın 19-na dək. Ancaq, amma və lakin ayın 18-dən sonra hava şəraiti kəskin şəkildə dəyişilməsi ehtimal olunur və kəskin şəkildə dəyişilməklə bağlı, yəni sizlərə xəbərdarlıq edeyim, biləsiniz ki, əkin-biçin sahəsində olan, kənd təsərrüfatı sahəsində məşğul olan insanların nəzərinə çatdırım ki, birdən-birə temperaturun kəskin enməsi sizlər üçün problem yarada bilər. 30 dərəcə temperatur bəzi ərazilərdə birdən düşəcək, bəzi ərazilərdə 15-20 dərəcə temperaturun düşməsi ehtimal olunur ki, bu da ayın 19-a təsadüf edəcək gözlənir. Ayın 19-u Bakı və Abşeron yarımadası ilkin ehtimal kimi şiddətli küləklərin olması ehtimalı var, şimal küləyi olacaq, fəsad törətməsi ehtimalı, narıncı xəbərdarlığı aid olacaq bir külək ehtimalı var və hava şəraitinin dəyişilməsi axşam və gecəyə doğru artıq yağıntıların başlanması gözlənilir. 19-dan sonraki müddətdə isə uzun müddətli istlərin ardınca uzun müddətli soyuqlar və yağıntılar, bol yağıntılı hava şəraitinin olması gözlənilir ki, bəzi günlərdə Respublika ərazisində leysanlar olacağı, dağlı və dağətəyi bölgələrində isə sulu qar və qar yağacaq. Bakı Abşeron yarımadasında isə leysanlar olması ehtimal olunur, güclü yağışlar olacağı ehtimal olunur. Prosesdən asılı olaraq əgər soyuq hava kütləsi bir qədər də güclənsə, öz soyuqluğunu artırsa, o zaman Bakı Abşeron yarımadasında da yağıntılar artıq sulu qar və qara keçə bilər. Ətraflı məlumatlar olacaq. Səhifələrimizi izləməyi unutmayın. TikTok, Instagram və həmçinin YouTube-da eyni adlı səhifə bir nömrəli hava səviyyəsini izləməyi unutmayın dəyərli dostlar. Və həmçinin bütün proqnozları sonadək izləyib bəyənib rəy yazmağı unutmayın.